Hər kəsə günaydın. Havanın belə qaranlıq olduğuna baxmayın. Səhər saat 6-dır. We are going to Eskişehir. Diyar Türkiyənin ikinci bölümündəyəm və dostum Kamranla birlikdə Eskişehirə qədəm qoyacağıq inşallah nəsib olsa. İndi gedirik avtobus terminalına. Gördüyünüz kimi avtobusdayıq. Otobüs terminalında buz avtobusundayıq. Qiyməti çox münasib idi, ona görə bunu aldıq. Eskişehirdən hər kəsə salam. 7 saatlıq yolculuğun ardından Eskişehirdəyik. Kamranı güldürmək üçün gərək videonu atasan. Qəşəng səliqəlidir hələ ki. Hələ ki gözümdə qəşəng görünür. Basmaq lazımdır, yadımdan çıxıb. Çox qəşəng tramvaylar var, by the way. Odun pazarı buradır. Bizim de otelimiz Odun pazarındadır. Yavaş yavaş gedirik ora. Dostlar, otelimizə çatdıq. Gördüyünüz kimi fərqli bir otelimiz var. Otelimizə yerləşdik, əşyalarımızı qoyduq, favori mahnım. İndi də gedirik sanat çarşısına, oradan da Odun Pazarı muzeyinə, Modern Sanat Müzesidir. Hamısından inşallah çalışacağım, videolar çəkim, sizinlə də paylaşım. İlk izlənim olaraq Eskişehiri həqiqətən bəyəndim. İstər səliqə olaraq, istər yolların genişliyi olaraq, istərsə də ətrafdakı səliqəli binaların səliqəliliyi olaraq çalışacağım sizə göstərim maraqlı məqamları. Adi çarşı buradır. El sanatları çarşısı ilə gəzimizə başlayırıq. Dostlar, Odun Pazarı Müzesinə giriş eləyəcəyik. İnşallah qiymətlər bahalı olmaz. Bir tələbə olaraq, bir öğrenci olaraq bizə girə bilərik. Dostlar, biletimizi aldıq. Tələbələrə giriş 4 manat imiş. 4 manatdan da az eləyir. Normal şəxslərə isə 6 manata yaxındır. İndi giriş eləyirik içəri, görək nə var. Deməli, bu şəkildə dolablar var. Ödənişli şəkildə çantalarımızı və montlarımızı qoya bilirik. Bu ne yani? Deməli dostlar, muzeydən çıxdıq gördüyünüz kimi Kamranla birlikdə. Kamran, fikirlərin nədir muzey haqqında? Muzey haqqında fikirlərim, yəni modern sanatdır da, boş bir şeydir. Ciddi vaxt itirdi gəldik. Səndən bu sözü gözləməzdim. Yəni orta əsrlərin sənətin yanından belə keçə bilməz məncə. Bu arada doğru. Modern sanat, yəni məncə orta əsrlərin sanatından çox daha bərbad vəziyyətdədir. Amma
fotoğrafları əlavə eləyərəm. Bu muzedə yəni fərqli, gözəl bir sənət əsərlərini görmək mümkün yəni. Hamısı əla deyildi, saçma sapan şeylər də var idi. Nəysə biz gedək, görək gəzməyə haranı tapırıq. Gəldikcə sizə də video aktararıq. Hadi bay bay. Kameramın belə olmağına baxmayın, çünki yağış yağır və bərbad çəkir bu dəqiqə kameram. Kamranla gəldik Porsuk çayına. Porsuk çayında keçən şəkillər çəkdirdik. Buradan da tramvay keçir. İndi gedirik Zadoya. İsmet İnönü Zado. Zado Gido. Bahar demişkən, buradan Bahara da salamlar. Nəysə, gəzək. Sonra çiğ börək yeməyə gedəcəyik. Orada görüşərik. Bay bay. Dostlar, gəlmişik Eskişehir'in məşhur börəyini yeməyə. İsmi də çiğ börəkdir. Nuş olsun, kamo. Gördüyünüz kimi burada da göstərilən məşhur adamlar da buralara gəlibmiş. Hətta buradan bəzilərini tanıya bilərsiniz, bəzi aktyorları. Çünki mən də çox aktyor tanımamama baxmayaraq burada bir çox aktyoru tanıdım. Nuş olsun bizə. Sonra görüşərik yenə. Dostlar, çiğ börəklərimizi yedik. Qəşəng idi, maraqlı idi. Mən yox, amma Kamran çiğ börəyi bizim qarın qutabına oxşatdı. Düşünürəm ki, heç bir əlaqəsi yoxdur. Amma Kamran bəy oxşatdı. Çünki birincisi çiğ börək yağda qızardılır, qutab yox. İkincisi xəmir slayonla deyilən bir xəmir anlayışı var Azərbaycanda. Ondandır bizdə, daha doğrusu burada ondandır, bizdə yox. Onlar bizim kimi sumaqla yemirlər. Pul bibərlə, ümumiyyətlə bibərlə falan yeyirlər. Duz, istiot, bibər. Yəni bu şəkillərdir. Dadı da qəşəng idi. Kamu da bəyəndi. Qarından hazırlandığını deyir, amma mən Şəkildə oxşur. qarından yox, ət qutabına biraz daha oxşatdım. Sanki içində əlavə qarışımlar var idi sadəcə. Nəysə, yəni börəyimizi də yedik. Ən azından Eskişehir'in də yörəsəl bir yeməyini yemiş olduq. Gedirik indi otelə. Sabah görüşərik. Gecəniz xeyrə qalsın. Eskişehir'dəki ikinci günümüzdən hər kəsi sağlam. İndi durmuşuq, gördüyünüz kimi gözümdən də bəllidir zaten. Kahvaltımız var, gedib kahvaltımızı eləyəcəyik və tez bir şəkildə Eskişehir'dəki tripimizi bitirməyə çalışacağıq. Bir neçə yer var idi getməli olduğumuz. İndi bir neçə saat ərzində oraları da gəzib, avtobus bileti alıb İzmirə geri qayıdacağıq. Yeməyimiz də gəldi. Afiyet olsun bizə. Gəzmələrdə görüşənədək. Cumhuriyyət Müzesini gəzməyə gəlmişik. Deməli dostlar, Cumhuriyyət Müzesini gəzdik, sonra da getdik Balmumu Müzesinə. Sonraki yerlərdə görüşənədək. Deməli dostlar, Sazova Parkına gəldik artıq. Baxın, gəldiyimiz yer buradır. Əslində bunların da hər biri Türkiyədəki kulelər imiş. Ən böyüyü də Qalata Kulesidir. Zaten fotoğrafını yerləşdirərəm, bayaq çəkdim hamısının açıqlamasını. Dostlar, gəlmişik Türk Kültür Mərkəzinə. Burada gördüyünüz kimi Türk ölkələrinin bayraqları dalğalanır. Dostlar, Kültür Mərkəzinin içərisindəyik. Burada yenə Türk ölkələrinin bayraqlarını görmək mümkündür. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızistan, Kuzey Kıbrıs, Özbəkistan, Türkmənistan, Anadolu Üniversitesi və Türk Dünyası Uygulama və Araşdırma Mərkəzi. Və onlara özəl hazırlanmış otaqları var. Çox qəşəng hazırlanıb, həqiqətən çox özənlə hazırlanıbdır. El Fergani.
hər şey incə detayına qədər düşünülübdür. Bu binaların, bu bölümlərin hər birində fərqli şəxsiyyətlər mövcuddur. Ömər Xəyyam, Nəsrəddin Tusi. Biz gedək bizim Tusinin yanına. Nəsrəddin Tusi. Gördüyünüz kimi burada da ətraflı şəkildə məlumat yazılıb Nəsrəddin Tusi haqqında. Dostlar, bu gördüyünüz taxta robot taxtasıymış. Bu taxta sayəsində namaz və oruc vaxtları təyin olunurmuş. Digər tərəfi isə trigonometriya üçün istifadə olunurmuş. Bu şəkildədir gördüyünüz kimi. Burada da hər ölkənin haqqında məlumatlar mövcuddur. Musiqi, tarixi salonudur bura. Gördüyünüz kimi bir çox musiqi alətləri mövcuddur. Dostlar, Sazova parkına gəzdik Kamranla birlikdə. Həqiqətən çox qəşəng park idi. Geniş idi, hər şey var idi. Yəni türk kültüründən tutmuş, uşaqlar üçün uzay bilimləri olsun, gənclər üçün, ümumiyyətlə hər kəs üçün çox ideal bir parkdır. Videomuz bu qədər idi. Kamranla Eskişehirdə gəzdik. Əlimizdən gəldiyi qədər maraqlı olan və tarixi yerlər, tarixi məkanları gəzmək şansı tapdıq Kamranla. Sonra yol keçmə şansı düzdür. Tapmış olmuşuq gedək. Bir sözdən sonraki diyar Türkiyə bölümlərində görüşənədək sağ olun.